Biz Rusiyada olanda bir ailə yazdı. Kinqa müəllim Polad Nizəbəkini oxumuşuq, sizin yazıları oxumuşuq. Bizim şəhidimiz var. Biz çox istərdik ki, onunla bağlı bir roman yazası filan. Mən də valla bu şəxsiyyətlərlə bağlı həm yazmaq çətindir, çox ağır olur da. Mən bunları yazanda gördüm ki, yəni belə roman yazırsan, o yəni özünün uydurmanda belə yaxşı mənada, amma real şəxsiyyətlə bağlı yazanda o çox adamı incidir, ağrıdır. Həm də məsuliyyətli işdir də, yəni bu adamın məsələn sevənləri, tanıyanları var, ailəsi var, onun xoşuna gəlməsi var, gəlməməsi var və s. Amma mən də dedim ki, vallahi da mən əldən düşmüşəm də, belə şəxsiyyətlərlə bu çətindir, oradır, buradır. Mən də Rusiyadayam, vətəndən kənardayam, şəhid haqqında yazmaq üçün dərindən tanımalısan, belə-belə. Mədəni adam var, dedi, hə, yaxşı müəllim falan. Sonra köçüb gəlmişik, bunları da hardansa izləyir də, Facebookdan. Bir də gördüm, ya İlqar müəllim, xoş gəlmişsiniz, işte, keçmişsiniz, laf yaxşı falan, da heç nə demirəm. Mən bunlara dedim ki, mən sizi dəvət edirəm iftar süfrəsinə. Dedilər, ya, yaxşı, bunlar da sevinə-sevinə. Gəldim, gördüm, iftar süfrəsində gördüm, bunlar o məsələni çox ciddi alıblar, 5-6 nəfər. Bir qardaşı Londonda olur, oradan uçub gəlib, nə bilim, belə qardaşları 5-6 nəfər yığışıb gəliblər və çox mədəni adamlardılar, çox belə mənəviyyatlı, çox mədəni adamlardılar. İndi mən də bunlar danışdıqca içimdə deyirəm ki, mən bunlara necə yox deyəcəm də, mən yox deməyə gəlmişəm bunlara. Nəysə, söhbət. Deməli, o vaxtı işin üst-üstə düşməsinə baxın. O vaxtı Alman yazısı var, Höte. Bizim üçün Nizami kimdirsə, Almanlar üçün Höte oldu da, çox məşhur yazısıdır. Onun bir əsəri var, Gənc Werterin İstirabları. Çox məşhur əsərdir, romandır, çox belə populyardır, çox, məsələn, psixologiyada bir effekt var, Werter effekti deyirlər. Sırf o romanı oxuyanlar gediblər, orada Werter axırda intihar eləyir, istirabları səbəbi ilə. Gedib intihar eləyirmişlər, qadağan olunub Avropada bir xeyli illər bu roman. Bu romanı oxuyanda ağlıma belə bir şey gəldi. Yəni, bu tamamilə istirablardır. Amma bir Azərbaycanlı gənci bu istirablar intihara aparmaz da. Maksimum bomj eləyər məsələn də. Depressiyaya salar da. İndi dəbdəx depressiya falan da. Bu özünü öldürmək ağır prosesdir. Bu istirablara görə. Onda fikirləşdim ki, gələcəkdə indi qələm püxtələşsin falan, hötədir də. Bir roman yazırsan şey kimi də. Adını da qoyarsan Gənc Muradın istirabları. Niyə Murad? Murad mənim bacım oğludur. Gənc deyəndə ağlıma o gəlir. Sadəcə burada bir boşluq qalır. Werteri istirabları intihara götürmüşdü. Muradı istirabları hara götürsün? Sən bir alternativ qoymaq istəyirsənsə bir şey olmalı. Gəldi, bunlarla otur söhbət oradan-buradan. Şəhidin adı nədir? Dedilər Murad. Dedim, hə, kərpizimi tak, oturdu da oradan. Muradı istirabları şəhadətə götürür. Danışdıqca gördüm, həqiqətən istirablı uşaq olub, belə çılğın uşaq olub da, dəhşətli, yerə göyə sığmayan bir uşaq olub. Döyüşün özündə də, şəhid olması da öz səbəbi ilə olub. Hökmən tuturub ki, qabaqda getməliyəm, bayraqlar olmalıyam filan falan. Bunlar danışdıqca gördüm ki, yox, bunlar təkcə bioloji bağ deyil bu. Yəni, qardaşım haqqında roman yazsın, deyil. Qardaşları çox sadə formada deyirlər ki, biz yəni, həmişə ona qibt eləmişik də, bu o başqa bir şeydir. Biz həmişə demişik ki, bu nədir, məsələn. Məsələn, getdik şəhidin evinə ki, ana ilə danışaq falan. Getdim, gördüm, ana bərbad vəziyyətdədir. Ananın səsi batıb. Ana deyir ki, mən Allahdan küsmüşəm, nə bilim, belə. Yenə onlara bir söz demədim. Sonra biz Nizami Kinoteatrında təlim təşkil elədik. Böyük bir təlim idi. Onları da dəvət elədim ora. Yəni, sürpriz eləmək istədim. Qonaq kimi çağırdım təlimə və təlimdə orada şəhid özü də şair olub. Bir şeirini oxudum və həmən vaxt ananı dəvət elədim səhnəyə. O səhnədən dedim ki, ana, mən o romanı yazacağam, o dediyim sözü, buradan sizə söz verirəm. Və indi o roman yekunlaşır. O roman yazılıb, çox da yaxşı olub, şəhidin bərəkətindən. Maraqlı bir şey olub, gözəl bir şey olub. Onun deyirəm ki, yəni çap olandan sonra, məsələn, ona biraz yatırım eləmək istəyirəm, yəni fiziki, vaxt yatırımı. Yəni, bu elə bir romandır ki, özü tələbə olub, özü gəncdir, şəhiddir, filandır və romanın özü də
şəhid Murad dindar olmuyor. Sən yalandan onu dindar eləyə bilməzsən ki, o dindar olmuyor. Bu nöqteyi nəzərdən də maraqlıdır. Məsələn, mən onu bəzi şeylər eləmişəm romanda. Özlərinlə danışam, ailəsinlə də çox maraqlı adamlardılar, qırğın salırlar. Yəni, onlar üçün maraqlıdır sən nə yazırsan. Həssasdırlar bu məsələ. Deyirəm ki, məsələn, mən aparmışam Muradı Bibi Heybətə qəsdən. Şəhid Murad Bibi Heybətdə gedir, bir söhbət eşidir. Deyirəm ki, siz and içə bilərsiniz, mənə ki, o Bibi Heybətdə olmuyor. Məsələn, şəhərdə yaşayan adam olub, gedib gəlib, yəni bəlkə gedib Bibi Heybətə. Mən yazıram. Yəni bu heç kim bilə bilmir də. Maraqlı məqamlar var orada. Məsələn, indi bu günlər onun dostlarıyla, döyüşçü yoldaşlarıyla davamlı əlaqədəyik də, yazışırıq, eləyirik. Bəzən görüşürük. Oğlan çağırıblar, şəhidin ad gününə getmişəm. Bir də gördüm ki, Namiq yaxın dostudur. Yaxın dostu var. Namiq çox yaxşı uşaqdır. Namiq gətirdi oğlum, sevinə-sevinə müəllim oğlumdur. Belə dostumun Muradın adını qoymuşam da. Belə nəsə şəkillər çəkdirdik ora-bura. Dərhal tutdum söhbəti. Deyirəm, Namiq belə-belə. Məsələn, Murad ona heç vaxt deməyib ki, həm yaşda böyük olub ondan, həm də deməyib ki, məsələn, mən ölsəm, oğluna mənim adımı qoyarsan, filan. Bunu deməyib. Belə söhbətləri olmuyor. Amma mən nə eləmişəm? Orada bir səhnə var, Muradla Namiq ayrılırlar. Oktyabrın 7-sində ayrılırlar, başqa istiqamətlərə gedirlər. O səhnəni yazmışam. Orada Murad dəfələrlə ürəyindən keçirdir bunu. Amma demir, deyə bilmir də. Yazsan ki, deyib, bu uydurma olur, yalan olur. Amma kim and içə bilər ki, o ürəyindən onu keçirtməyib? İndi Namiq üçün bu sürpriz olacaq. Namiq, bilirsən, bir yerdən sonra insan qəribə varlıqda reallıqla virtuallığın sərhədlərini itirir. Biz virtual eynəklər taxırıq. Oturduğumuz yerdə başlayırıq qorxmağa, qışqırmağa, qarışdırırıq sərhədləri. Mən bu kitabı yazdıqca yaxınlarına da, o dostlarına, döyüşçü yoldaşın bu özdə gənc Verterdə kimi məktublar yazır da oğlan, məktublar. Deyir, müəllim, bir yerdən sonra biz elə bir ki, elə Murad yazıb da bunların hamısını. Siz dönüb Murad olmuşsunuz. Həqiqətən onu içdən keçirdirəm də. İndi məsələn, burada Namiq oxuyanda, yəni ümumiyyətlə sərhədləri itirir də. Namiq elə biləcək ki, mən dostumun həqiqətən də arzusunu yerinə yetirmişəm də. Onun belə bir istəyi olub içində, amma mənə deyə bilməyib. Var deyirdi ki, mən prosta özüm jest elədim, bu adı qoydum. Romanın başqa ən mənə görə maraqlı tərəfi oradadır ki, Muradın bir sirrini açır məktubunda. Qorxa-qorxa o sirri açır. Deyir, bəlkə deyəcəksən ki, başı xarab olub, bəlkə filan. Amma mən bu sirri sənə açmalıyam, ürəyəm partlayacaq. Bir ki, müharibə məndən danışır. Müharibə qulağıma nələrsə pıçıldayır. Bu nə deməkdir? Necə müharibə adamlanır? Sonraki mərhələdə müharibə canlanır, adam kimi gəlir, bunlar görüşür, oturur. Bunlar söhbətlər eləyirlər. Bunu həm də ona görə eləmişəm ki, mənim çətinliyim burada hardadır bu romanda? Mənim 43 yaşım var, mənim həyat təcrübəm fərqli, oxuduqlarım fərqli filan. Murad 23 yaşında şəhid olur, onun həyat təcrübəsi fərqli filan. Mən öz fikirlərimi onun adından sıraya bilmərəm, bu təbii çıxmaz da. Bunun kafası ilə da yazsam romanı, çox da istədiyim dərinlik olmaz, gənc bir uşaqdır da. Deməli, bir obraz olmalıdır ki, orada. O çox dərin mətləblər danışmalıdır. O da müharibədir. Müharibə bir ağsaqqal kimi gəlir, bunlar görüşürlər, həyatdan danışırlar, buna yollar göstərir, müharibə taktikaları verir və s. Maraqlı şeyi. Bu da təcrübəni sən kimsən axı? Axıracan da bilinmir ki, o əslində kimdir. Bu psixologiyada buna deyirlər ki, xüsusi reallıqların yaratdığı idrak forması. Xüsusi reallıqlar, məsələn, insanın düşüncə tərzi dəyişir. Xüsusi vəziyyətlərdə insan başqa cür. Necə ki, xüsusi vəziyyətlərdə insanın diapazonları açılır. Məşhur misalda deyir, it qovurdu, tullandım o səfərdən, sonra getdim, baxdım mən bu səfərdən necə tullanmışam. Eləcə də insanın idrak reallıqları, düşüncə reallıqları da dəyişir. Gözünə bəzi şeylər görsənə bilər və s. çox şeylər ola bilər. Bu yerdə gəlir, deyir ki, müharibəyə nə istəyirsən məndən? Deyirsən, niyə məhz məni seçmirsən danışmağa? Birinci dəfə müharibə hələ təzə isnişməmişlər. İndi oxucu onu tutacaq da orada. Müharibə ona deyir ki, sən belə dərinsən, nə bilim, çox tək qalırsan, eləyirsən, ona görə səni xüsusi maraqlı həmsöhbətsən. Amma biraz irəliləyəndən sonra münasibətlər dərinləşir filan, reallığı deyir. Murad deyir ki, mən yenə
məktubunda yazır ki, yenə o sözü eşitmək niyyəti ilə adam tərifli xoşlayır axı. Niyə məhz mən filan filan deyir, dedi Murad bura gəl. Düşərgəni göstərdi. O tək başına oturan uşaqlar görürsən, bəziləri var tək otururdular. Onların deyir hamısı müharibə ilə danışır əslində. Sadəcə bir-birindən gizlədirlər. Yəni tək sən deyilsən də, bunlar hamısı belədir. Romanın adı belədir. Muradın İstrabları və ya müharibə mənimlə danışır.